Paketləmə işi var yoldaşlar. Təxminən mən sizə son dönəmdə olan 10-a yaxın paketləmə işindən, qablaşdırma, çeşidləmə işlərindən bəhs etmək istəyirəm. Gəlin başlayaq. Bunların arasında qeyd edim ki, həm xanımlar, həm kişilər üçün olan variantı var. Təxminən 700 manatlıq olan variantı da var. Zəif əmək haqqılı olan variantı da var. Gecə növbəsi üçün olan variantı da var. Gəlin başlayaq. İlk öncə, misal üçün 700 manatlıq variantı var. 20-37 yaşlı xanımlar üçündür. Belə bir variantı var. Sonra paketləyici işidir. Sonra qablaşdırıcı işi var. Konfirmda 400-500 manatlıq. Bu amma gecə növbəsi üçündür. Əmək haqqısını daha dəqiq desək 517 manatdır yoldaşlar. Bu deməli axşam saat 11-dən səhər saat 8-in yarısına qədərdir. Qurd Qapısı restoranının yaxınlığındadır. Servisləri də var gecə növbəsi üçün. 20-45 yaşlı xanımlar üçündür. Bundan əlavə 600 manat civarında olan məhsul çeşidləyici işi də var xanımlar üçün. Karacada, Müşfiqabad qəsəbəsindədir. 20-40 yaşlı xanımlar üçündür. Sonra qablaşdırıcı işi gözümdən qaçan başqa biri varmı? Deməli, qablaşdırıcı işi 20-35 yaşlı kişilər üçün var. 640 manat əmək haqqı verir, amma qeyd edim ki, həmin şirkətdə 1 il işləsəniz 750 manat olur əmək haqqı. Sonra qablaşdırıcı işi xanımlar üçün də var, 500 manatlıq, amma iş təcrübəsi tələb edir. 3-5 illik, 25-40 yaşlı olmalısınız, xanım olmalısınız, amma qarşılığında 500 manat verir. Zəifdir bu. Sonra 600-700 manatlıq paketləyici işi də var. 12 saatlıq işdir. 6 gün gündüz, 3 gün istirahət, 6 gün gecə olmaqla işləyirsiniz. 18-35 yaşlı kişilər üçündür. Sonra çeşidləyici işi var, hava limanındadır yoldaşlar. Azərpoçtadır. Orta təhsilli kişilər üçündür. Fiziki cəhətdən sağlam olmalısınız, çalışqan olmalısınız. Sonra 400-600 manatlıq var qablaşdırıcı işi. Şirniyyat məhsullarının qablaşdırılması üzrədir. Bu Zabrat Kürdaxanı yolunda olmalıdır bu iş. Sonra Buzovna olmalıdır, düzdürmü? Buzovna qəsəbəsində, bəli, Buzovna qəsəbəsində var xanımlar üçün qablaşdırıcı işi. Axşam növbəsi üçündür. Yəni günorta saat 3-dən axşam 11-ə qədərdir. Belə bir variantı var. 450 manat verir əmək haqqısını. Bu da təcrübə tələb eləmir. Bu işlərə müraciət etməklə dəstək istəyirsinizsə, əlaqə vasitəsinə yaza bilərsiniz mesaj. Əlaqə vasitəsi profildədir. Və yaxud da digər işlərdə axtarırsınızsa, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, orada kanala daxil olun. Toğrul Əcəb adlı kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, orada əlaqə vasitəsini görə bilərsiniz. Əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.